Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Cənubi Azərbaycanda, indiki İranda gedən savaş bildiyiniz kimi 47 ildən çoxdur ki, İran Amerika Birləşmiş Ştatlarının hədəliyirdi. Amerika Birləşmiş Ştatları hərbi silahların istehsalında və dünya sıralarında, dünya ölkələrində ən böyük siyasətə və ən böyük silaha sahibdir. Amerika Birləşmiş Ştatlarının böyüməsində, yaradılmasında İngilislərin böyük əməyi var. İngilislər tarix boyu yaratdığı dövləti gücləndirir və sonunda da parçalamasına səbəb olur. Yəni, tarix boyu imperiyaların parçalanıb, dünya ölkələrinin sırasında yeni oyunların, yeni imperiyaların yaradılmasında, yeni çirkin siyasətin üzündən olur. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, bildiyiniz kimi Pəhləvinin Cənubi Azərbaycanda Azərbaycan türklərinin 100 minlərlə türkün öldürülməsinə, hətta 25 min deyirlər, amma 100 minlərlə öldürülməsinə səbəb olan Pəhləvi öz kabinetində, daha doğrusu belə desək, öldürdüyü əsgərlərin üzərində, boyunlarında, başlarında siqaret söndürmüşdü. Sonunda İngilislərin Xümeynin hakimiyyətə gəlməsində böyük çirkin siyasət yürütdülər. Sonra Xameynin hakimiyyətdə olmasında böyük çirkin siyasət işlətdilər. Xameynin siyasətdə olması, bildiyiniz kimi 40 milyon Azərbaycanlıların öz ana dili olmaması, öz məktəblərində rahat, sərbəst şəkildə, ana dilində rahat yazıb pozulması olmadı. Demək olar ki, 50 min ərəbə, 60 min yahudiyə İranda, 30 min Yunana, 30 min erməninə, hətta 100 min erməni deyirlər. İranda bu etnik qruplara, nurlulara, pərislərə, hamısına demək olar ki, rahat, sərbəst, hüquq və istədiyinə sahib oldu. Amma Oğuz Azərbaycan millətinin öz tarixi, ata-baba yurdunda özlərinə rahatçılıq olmadı. Mən bəzən görürəm sosial şəbəkələrdə Xameyni dəstəkləyən, Xameyn üçün göz yaşı tökən insanlara baxıram. Azərbaycanın Qarabağ şəhidləri üçün, Azərbaycanın namusunu, qeyrətini, vətən uğrunda canından keçən